Hə, mən Akşə Şəbiyev. Mən belə başa düşürəm ki, təhsildə vaxt söhbəti yoxdur, belə başa düşürəm. Yəni təhsilin həddi hüdudu yoxdur. Yəni haçan istəsən bu təhsil almaq insan öz zövqündən asılıdır. Yəni o insanda o həvəs varsa, o həmişə o həvəsi yaşatmaq lazımdır. Yəni mən də bu məqsədlə gəldim məktəbə, buranın məzunu olum. Bu peşə ümumiyyətlə mən bu peşə ixtisasını mükəmməl bildiyimə görə gəldim bura təhsil alım ki, daha da bunu inkişaf elətdirim və bilmədiyim bəzi məqamlar var, bəzi bir şeylər var. Onları bu məktəbdə öyrənim. Və sağ olsun müəllimlərim də xüsusən Həvva müəllimə, Elibran müəllimə şəxsən mənim köməyimdə oldular və bəzi bilmədiyim işlər ki var ki, onları mənə bu məktəbdə öyrətdilər. Qrup yoldaşlarınızla sizin aranızda yaş fərqi çox idi. Necə idi qrupda bu gənc belə deyək də uşaqlarla eyni qrupda təhsil almaq? Mənim üçün çox gözəl idi və uşaqlar üçün həqiqətən də çox gözəl oldu, mükəmməl oldu. Niyə ki, bunlar məni bir böyük kimi bilmədiyi bir şeyləri məndən öyrəndilər və mənim də öz bildiklərim hamısını onlara öyrətdim. Çox gözəl oldu, elə bil ki, mükəmməl oldu, yaxşı oldu. Hansı ixtisasa yiyələnmişsiniz? Bizdə dərzi, peşə dərzi ixtisasına yiyələndik. Əslində siz bu ixtisası mükəmməl bilirsiniz, amma rəsmi təhsilim yox idi və belə qərara gəlmişim ki, təhsilim olsa daha da gözəl olur. Bundan sonra burada işləmək, burada bu yeni kadran yetişdirilməsində İnşallah yaşarıq, görək necə olacaq.